Bu gün sizlərlə birlikdə nəzrinə advent kalendar düzəldirik. Düzü çox da başım çıxmır. Öyrəndim ki, Nəzrin bu advent kalendarı da çox sevir. Mən də getdim bir marketdən makyaj vasitələri aldım. Gəlin indi onların hamısını bir-bir sizə göstərim. İlk məhsulumuz Tem paleti. Desəz ki, bunun adını hardan bilirəm? Bundan Nəzrində var idi, əlimdən düşüb sındı. Qiyməti isə 192 manat. Qışda Nəzrinin əlləri və üzü çox quruduğuna görə ona çoxlu şəkildə krem almışam. Növbəti isə siyahımızda bronzer var. Qiyməti isə 129 manatdır. Bu tam olaraq bilmirəm nədir, qarşıma çıxdı aldım. Məncə əsas odur ki, hədiyyəmiz çox olsun. ChatGPT bunları da məsləhət gördü. Bir də belə bir məhsul var. Məncə zövqüm pis deyil. Qiyməti isə 134 manatdır. Nəysə, bu duxuya oxşamaz. Mənim dovşanımın sabahı xeyirli olsun. Sabahın xeyir. Bir dənə dostum var, sevgilisinə şey alacaq hədiyyədə. Bu advent kalendar var. Onun üçün neçədə belə təxmini məhsul olur? Şurada 10 dənə olan var, daha çox olan var. 10 dənə 12 dənə alsaq pis olmaz. Yox. Yox, yaxşı qurtardıq. Məndə də hardasa bir 10-12 dənə məhsul var. Əslində pişik də almaq istəyərdim, amma allergiyası var. Bəs sizcə bu qutunun içərisində təxmini neçə manatlıq məhsul var?